Qarabağ Çempionlar Liqasında keçirdiyi 7 oyunun 6-sında qol vurub, yalnız Napolinin qapısına yol tapa bilməyib. Yeni Sabah qeyd edir ki, Benfica'dan sonra Eintracht'ı da 3 dəfə meydanın mərkəzinə gəlməyə məcbur etdilər. Soyuq başla analiz edəndə görürsən ki, Almanlarla Bakıdakı son oyun əvvəlkilərdən bir qədər fərqləndi. Qarabağ az qol fürsəti yaratdı və rəqibə də az qol fürsəti verdi. Mateusz Kochayski demək olar gözə dəymədi, Polşalı qapıçının üzərinə düz əməlli top gəlmədi. Gələndə də seyvə ehtiyac qalmadı. Bu yaxşı məqamdır. Narahatlıq doğuran məqam Camilo Duran'ın ön xəttdə tək qalmasıdır. Kolumbiyalı tipik hücumçu deyil, universal biridir. Yay transferini həm hücumun mərkəzində, həm də cinahda oynatmaq mümkündür. Qurban Qurbanov da belə edir. Joel Montiel əla tapıntıdır. Doğrudan da Qurbanovun onun yolunu 2-3 il gözləməsinə dəyərmiş. Qoy bir müddət keçsin, İspaniyalı Qarabağın döyünən ürəyi olacaq. Potensialı hədsiz böyükdür, sadəcə özünə gəlməsi, tam toparlanması lazımdır. Uzun müddət oynamayıb, ağır zədədən qayıdıb. Bu səbəblərdən praktikasının azlığı Eintrachtla maçda orta sahədən texniki zonaya əl elədi.